indi paylaşacağım bu görüntü 10 il bundan öncə məhz bu günü çəkilib. Aprel döyüşlərindən 10 il ötür. Allah şəhidlərimizin ruhunu şad eləsin. Aprel döyüşləri zamanı şəhid olan polkovnik Vüqar Yusubov, polkovnik leytenant Murad Mirzəyev, mayor Samid İmanov, kapitan Müyit Orucov, polkovnik leytenant Raquf Orucov, leytenant baş leytenant Elnur İskəndərov, Su təyinatlı qüvvələrin əfsanəsi, milli qəhrəman həm yerlimiz Pəncəli Teymurov, həm yerlimiz Lənkərandan adı olan dəniz xüsusi təyinatlılarının giziri Rusif Ağayev, xüsusi təyinatlı qüvvələrin masaldan olan giziri Nurlan Əskərli, gizir Emin Bağırov, gizir Elmdar Səfərov, gizir Dilsuz Qarayev, gizir Babək Abidinov, gizir Ravil Novruzov və digər şəhidlərimiz. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin.